Salam, hər vaxtınız xeyir olsun. Bugün 2 avqust 2026-cı ildir. Bir arılarımı çəkim və elədiyim işlər barədə danışmaq istəyirəm. Bu mənim orta güclü olan bir kolonimdir. Baxın, 9 çərçivədə sıxlaşdırmışam arını və yem qabı qoymuşam. Yemləməni də yem qabından edirəm hal-hazırda. Yaxşı olar ki, həftədə 2 dəfə və yaxud da 3 dəfə 250-300 qramlıq təşviq bəsləməsi eləyəsiniz. Lakin məndə o imkan olmadığına görə həftədə bir dəfə bu qabı doldururam tamamilə və indiyə qədər cəmi 2 dəfə bəsləmə eləmişəm bu arıya. 2 ya 3 dəfə. Arının vəziyyəti çox yaxşıdır. Dərmanlama eləmişəm. Hal-hazırda bir neçə çərçivədə qapalı yumurta var, açıq yumurta var. Yəni arının vəziyyəti olduqca yaxşıdır. Mən 24 günlük ana qəfəsləməsi elədim. 22-24 gün təxminən. Və daha sonra bal süzüm etdim. Bal süzüm etdikdən sonra da arıları dərmanlama elədim. Dostlar, onu da qeyd edim ki, dərmanlama çox həssas bir məsələdir. Çünki mənim keçən il formik asitdən təxminən arılarımın, yəni hər koloniyanın təxminən %30, %40-ı məhv oldu. Formik asitdə problem yox idi. Problem mənim onu tətbiq eləmə qaydasındaydı. Yəni çubuqlara hopdurub, çöplərə hopdurub qoymuşdum, temperaturu nəzərə almamışdım və arılarımın bir çoxu tələf oldu. Yəni öz günahımdan. Bu il mən oksalit asitlər istifadə etdim. Litr başına 30 qram qatmaqla. Mütləq şəkildə bir arıda sınaqdan keçirdin. Mütləq şəkildə bir arıda sınaqdan keçirin. Daha sonra digər arılarda yoxlayın. Mən çəkməcəsi olan bir arıda istifadə elədim. Və daha sonra dozanı qaldırdım 35 qramla elədim. Yəni arıya heç bir şey olmadı. Yəni 2 gün arayla etdim bunu və daha sonra bütün arılarımı tətbiq etdim. Hal-hazırda baxın, arının vəziyyəti budur. Güclü bir kolonidir. Yuxarıda 3 çərçivə atmışam. Aşağıda da 9 çərçivəsi var. Bu arının bugün günorta baxış keçirdim. Arının təxminən 4-5 çərçivəsində yumurta var. Yəni qapalısı da var, açıq da var, günlük də var. Yəni vəziyyət yaxşıdır. 10 gündən sonra arı doğumları başlayacaq. Dərmanlamanı nə vaxt etmək olar? Mən şəxsən ana arını azad etdiyimin 4-cü günü və bir də 8-ci günü eləyirəm. Çünki 9-cu gün artıq yumurtanın üstü qapanır. Təzə azad eləyəndə arını, yəni 1-ci günündə azad eləyən kimi dərmanlama etmək şəxsən mənə görə risklidir. Çünki ana arı ölçüləri kiçilir qəfəsdə olanda, əvvəlki performansını göstərə bilmir. Biz onu açıb buraxırıq, arılar məcbur edir ki, daha çox yumurta açsın və dərmanlama eləyəndə koloniya stresə girir və yaxud da nəsə ola bilər və ana arını kəsə bilər. Buna görə də ana arı bir 4 gün, 3 gün özünə gəlsin, yumurta açsın. Yumurtalar çatlamağa başlayanda bir dərmanlama eləyirəm. 8-ci günündə də bir dərmanlama edirəm. Və hal-hazırda da arının bəsləməsinə diqqət edirəm. Yəni darlığına çox da fikir vermirəm. Yəni necə, yəni çox genişdir və yaxud da necəsə eybi yoxdur. Çərçivələr qalsın. İndi bunda yoxdur. Digər koloniyada boş çərçivələr vermişəm yuxarı. Arı harda istəyir yumurta açsın, harda istəyir bal depolasın. Yəni verdiyimiz qidanı depolasın. Başqa bir məsələ isə arılarda hal-hazırda, yəni əgər ana qəfəsləməsi eləməmisinizsə, bu aylar, yəni avqust-sentyabr ayı varovanın ən pik nöqtəyə çatdığı aydır. Çünki ana arı yumurtanı azaldır, nəticədə arı başına düşən varova sayı artır. Buna görə də dərmanlama mütləqdir. Və təkcə varova deyil, çöldən də parazitlər, eşşək arısı, sarıcı arısı artıq başlayacaqlar birazdan hücum eləməyə. Güclü koloniyalara çox da zərbə yetirə bilmirlər. Yəni zəif koloniyaları tamamilə məhv edirlər. Giriş dəliyini bir qədər daraltmaq lazımdır. Təxminən bu ayın ortasından sonra, hələ ki daraltmıram. Və mütləq şəkildə arıları güclü saxlamaq lazımdır. İşte əgər bölmə etmək istəsək, məsələn, bu arının nüfusuna baxıram indi. Məsələn, bu arıdan bölmə almaq olar. Lakin bu nüfus alladıcı nüfusdur. Çünki buradakı arıların çoxusu yay arılarıdır və bu ayın ortasından sonra demək olar ki, ömürləri tükənəcək. Və mən birinci dəfədə qəfəsləmə etmişəm. Yəni, burada hal-hazırda yumurtada olan arılar doğulduqda mən bilə biləcəm ki, bölmə etmək olar, yoxsa yox. Yəni, bu hal-hazırda olan arı sayına aldanmaq lazım deyil. Və bölmə etdikdə də mən belə düşünürəm ki, bir koloniyadan bir bölümə almaq əvəzinə 2-3 koloniyadan bir bölümə almaq daha məsləhətdir. Çünki yenə deyirəm, arılar təbii olaraq yumurta atımını azaldır. Çöldən parazitlər, içərdən də varova. Yəni koloniyanı həddindən artıq sıxıntıya sala bilərik.
Təcrübə eləmək istəyirəm. İnşallah 10 gündən sonra, 15 gündən sonra balalar doğulmağa başladıqda baxacam arının vəziyyətinə. Əgər qənaətbəxşdirsə, yaxşıdırsa, Allahın izni ilə mən də bir neçə bölmə almaq istəyirəm. Təbii ki, bir neçə koloniyadan birləşdirərək. Bu il bal normal oldu. Çox gözəl bal verən koloniyalarım oldu. Zəif olanlar da oldu. Yəni, hamısı bir təcrübədir əslində. Məsələn, keçən ilin təcrübəsinə əsaslanaraq bu il mən arılarımı Beçiyə yollamadım. Çünki vaxtında bölmə aldım, vaxtında qata çıxartdım, vaxtında gücləndirdim arını. Ona görə də məndə Beçi olmadı bu il, şükürlər olsun. Və indi düşünürəm ki, gələn il mənim üçün daha gözəl bir təcrübə olacaq ki, arını bal mövsümünə necə hazırlamaq olar. Yəni, mənim arım vardı 2 mərtəbədə 15-20 kiloqram bal verdi, arım vardı 2 mərtəbədə heç 1 kiloqram bal vermədi. Çünki o ikinci mərtəbədə olan bal verməyən arını vaxtında çıxartmamışdım qata. May ayının sonu, iyun ayının deyə 5-i 10-u qapalı yumurta dəstəyi verərək, yəni 2 arını birləşdirərək mən 2 mərtəbəyə çıxartdım və doğulan arılar bal axını dönəmində gənc arılar oldu. Nəticədə bal toplamadılar. Əksinə içəridə olan qidanı istifadə elədilər. Amma mayın ortasına qədər, yəni mayın 20-sinə qədər qata çıxartdığım arılar mənə çox gözəl bal verdilər. Çünki içəridə o doğulan arılar bal axın dönəmində artıq tarlaçıya çevrildilər. Yəni içəridə qidanı israf edən, istifadə edən arılar deyil, çöldən bal daşıyan arılara çevrildilər. Nəticədə çox gözəl nektar daşıdılar, bal əldə etdim. Bu mənim ən zəif arım idi. Mən demişdim ki, nə baş versə bunu da baş verəcək. Yəni ana arısı 4 yaşında, koloni zəif, 6 çərçivədə, indi 5 çərçivəyə sıxlaşdırmışam. Və yəni nə olacaqsa bunda olacaq. Mən dünənlərim qısa video paylaşmışam, istəyən kanala girib baxa bilər. Bu arının 3 çərçivəsində yumurta var hal-hazırda. Bunda bir tərəfi qapalıdır, bir tərəfində açıq larva var. Bu ikisi qapalı yumurtadır hal-hazırda. Və ana arı yenə qeyd edirəm 4 yaşındadır. Amma bu koloni ana arını dəyişmək istəmədi. Lakin mən qəfəsləmə dönəmində ana arısını dəyişən 2 koloniyam oldu. Biri planlarımı pozdu, onu təkrardan qəfəslədim. Biri ta gəldi ana arıların azad edilmə vaxtına düşdü yumurtaması. Yəni ehtiyac olmadı onu qəfəsləməyə. Və bu ağ şəkildə olan dərmanlar. YouTube kanalında Soner Günər adında bir professor var. Belə deyək, arıçıdır, həm də bu işləyənlərin mütəxəssisidir. Mən onun izləyicisiyəm və ondan çox bəhrələnmişəm. Instagram üzərində biz onunla danışdıq və mənə bu məhsulları göndərdi. Aldım ondan. Təkcə bu deyil, yəni 2 ədəd də maye şəklində olan dərman var və bir də lentalar var idi. Lentalar tükəndi. Tam təbii dərman olduğunu deyir. Hətta bal dönəmində istifadə edə bilərik deyir. Düzdür, mən bal dönəmindən sonra istifadə edirəm. Lakin olduqca mənə elə gəlir ki, faydalıdır. Həm şərbətə qatıla biləcək dərmanları var, həm arının üzərinə püskürdüləcək dərmanlardır. Yəni istifadə edirəm. Keçən ilə baxanda bu il demək olar arılarımın heç birində, heç bir qanadı kəsik, bala uçuş eləyərkən yerə düşən, sürünən arılar yoxdur. Mən elə düşünürəm ki, bunun sayəsindədir. Yəni bal dönəminə qədər, yəni mart ayına qədər də bundan istifadə eləmişəm. Bal dönəmindən sonradır. Yəni bal süsən kimi bunları qoymuşam. İnşallah görək nəticəsi nə olur. Üzü qışa doğru məncə arıları bir qədər gücləndirə biləcəm. Yəni indi doğulan arılar, sentyabrda doğulan arılar məncə yaxşı olacaq bu il inşallah. Sağ olun, salamat qalın.